Qarşılaşma start götürür. Hər iki komandaya uğurlar arzulayırıq. Bu dumanlı, bu qarlı, bu şaxtalı havada ümid edək ki, maraqlı qarşıdurmağa şahid olacaq. Oyunu sizin üçün Mustafa Kemal şərh eləyir. Üçlü meydanda olacaq futbolçularına buna təsir oldu. İndi Şamaxı hücumu təhlükəli ola bilər. Sağ cinahda zərbə top qapı dirəyinə tuş gəldi. Baxaq həmin epizoda. Edgar Kərim Rossi buraxdı, şərait yaratdı. Edgar'ın zərbəsi. Yaxın bucağı nişanı aldı Edgar Adilxanov fürsət. Edgar da orada mübarizənin içindeydi. İndi sağ cinahdan Qarabağ hücumu təhlükəli ola bilər. Qapı önünə orada zərbə idi, ötürmə idi. Bunu dəqiq görmədim, amma çox böyük təhlükə var idi Şamaxının qapısı önündə. Çətin durumdaydı, baxırıq. Bəli, Fernandes'in toxunuşu. Ricardo Fernandes. 3 futbolçu hansı zərbəni indirəcək? Kaydi yaxınlaşdı. Kaydinin zərbəsi. Səhətdə tuş gəlir. Korner. Kün zərbəsi qazanır Qarabağ. Cərmə zərbəsi. Ötürmə Toral Bayramova. Toral ondan qapı önünə. Zərbə. İkinci cəhd. Başla zərbə. Ricardo Fernandes. İnanılmaz daha bir sev Ricardo'dan. Bana çıxır Şamaxının oyununda. Yenə də qəhrəmana çevrilir. Fikir verin. Başla zərbə, Ramiz Şeydayev Qarabağa bu gəlişindən sonra hələ ki fərqlənə bilməyib, amma bu dəfə qola çox yaxın idi. Fernandes buraxmaram dedi. Mən buradayam, yerimdəyəm dedi Ricardo. Kaydi hücumlu önünü kəsməyə cəhd göstərir. Balao üzü qapıya tərəf çevrilib. Balaodan ötürmə Abdullah Rızayevə. Abdullah yerlə. Buntic. Həmlə davam eləyiblər Şamaxıda. Zərbə. Yenə Buntic. Yenə Buntic. Yenə Buntic. Gördüyü Balaoya qarşı. Bu da az öncə dediyim məqam Abdullah Rızayevdən ötürmə. Buntic topu uzaqlaşdırır. Ardınca Balaonun zərbəsi yenə Buntic. İmkan vermədi. Sonra bloklanır. Kərim Rossi isə ardını gətirə bilmir. İndi Şamaxı hücumu var sağ cinahdan. Önünü kəsdilər. Bax, burada Polinario, daha doğrusu Balao. Balaodan Kərim Rossiyə. Kərim Rossi, Rossi. Gol. Oyunun 26-cı dəqiqəsində Kərim Rossi Şamaxını hesabda irəli keçirməyi bacarır. Dumanı yarıb keçdi Rossi'nin qolu. 1-0. Qarabağ görüşündə ilk qarşılaşmada Rossi fərqlənir. Tələskənliyi yox, bir əminliyi var idi Rossi'nin zərbəsində. Sakit şəkildə topu yolladı qapıya. Kərim Rossi'nin imzasıdır bu. 1-0. Təxminən 2-3 dəqiqə öncə qeyd etmişdim. Şamaxının eşit hücumları effektiv alınır. Təhlükəli olur. Bu da Rossi'nin gol sevinci. Belə bir durum var idi. Rüfət Abbasov. Rüfətdən ötürmə. Balao. Yenidən Rüfət topladı. Rüfət qapı önünə. Başla zərbə. Kərim Rossi. Gol! Kərim Rossi'dən dubl gəldi. Özünün və komandasının ikinci qolu. Kərim Rossi'nin daha bir imzası. Hesab 2-0 olur. Abdullah Rızayev asistent oldu. Məsudlar ötürmə müəllif oldu. Zərbəni ondan gözləyirdim sanki həmin anda. Son nöqtəni Rossi qoyur. Şamaxı şəhər stadionda. Şamaxı Qarabağ 2-0 hesabı ilə məğlub eləyir. O sevinci. Baxırıq. Ağır gəldilər. Tarkovski'nin kadrları kimiydi? Çok ağır idi ama dəqiq idi. Səhvsiz idi. Müdafiədə buraxılan boşluq qeyd olunmalıdır Qarabağ komandasında. Burada offside iddiası var Qarabağ futbolçularının. Biz də gözləyəcəyik təbii ki. Vardı yoxlama aparılacaq. Hazırda son durum oyunu ki var. Online idi. Bununla bağlı baş hakimə məlumat veriləcək. Vardan gələn görüntü. Qarabağ hücumu davam eləyir. Montiel uzaqlardan zərbə indirdi. Qaptan zərbə. Top meydanı tərk eləyir. Hədəfdən yayınır Montiel. Andrade. Montiel. Camille Duran. Duran soluna çəkdi. Ötürmə. Leandro Andrade. Duran. Top. Hat-trick'i rəsmiləşdirmək. Onun üçün də
Yadda qalan olar. Burada Qarabağ hücumu və top qapıdan keçib gol. 2-1. Gol vuruldu. Cinahdan ötürmə gəldi. Toral da ötürməni verən. Zubir toxundu yoxsa topa baxaq. Musa idi, bəli, Musa idi zərbəni endirən. Zubir də həmin yerdə olsa da Leandro Andrade'nin gol sevinci isə mən deyərdim ki, Musa'dan daha çox idi. Bu qarşısında da bu hücum. Ricardo Fernandes son olaraq topu götürdü. Biz də baxırıq, yalnız indi bax bu rakursdan gördüyümüz kimi epizod kifayət qədər böyük təhlükə idi Şamaxı üçün. Amma son hücumudur Qarabağın. Və bu hücumda baş tutumur çünki artırılan 4 dəqiqə yekunlaşıb. Qarlı, şaxtalı, dumanlı, çətin hava şəraitində, ağır hava şəraitində baş tutan Şamaxı Qarabağ oyunu Şamaxının 2-1 hesablı qələbəsindən yekunlaşır. Qurban Qurbanov, Ayxan Abbasovu qələbə münasibəti ilə təbrik edir. Biz də öz növəmizdə Şamaxı azkeşlərini təbrik edirik. Qarabağ tərəfi üçün keçmiş olsun. Hələ bu duelin cavab maçı da var.